Relative pronouns, nisbi əvəzliklər və ya conjunctive words, bağlayıcı sözlər. Deməli, bunlar hansılardır? Canlılar və cansızlar deyə iki hissəyə ayırdıq. Biz bunları canlılarla istifadə olundu. Hansılar? Who, whom, whose, that. Bunlar canlılarla istifadə olundu. Cansızlarla which, whose, that. Bunlar istifadə olundu. That-i burada xüsusilə qeyd eləmişik. Niyə? Çünki that, who, whom və which-i əvəzləyə bilir. Bunlar tərcüməsi də var burada. Who, kimki. Whom, kimiçi və ya kiməki. Whose, kiminki. That, hansı ki. Which, hansı ki, nə ki, nəyi ki, nəyə ki, bu qaydada tərcümə oluna bilər. Whose, hansının ki. That, hansı ki deyə yenə də tərcümə olunur. Gördüyünüz kimi that ortaqdır. Yəni həm canlını əvəz eləyə bilər, həm cansızı. Who's-dan başqa that bir dənə who's-u əvəzləyə bilmir heç birində. Deməli, əvəzləyə biləcək nəyi? Who-nu da əvəzləyər, whom-u da əvəzləyər, which-i də əvəzləyər. Yəni həm canlıya aid olar, həm də cansıza aid olar. 2-3 cümlə içərisində bunlara baxacağıq. Demən, kişi. Who is standing over there in my uncle? Burada baxırıq ki, ikinci cümləmizdə, daha doğrusu cümləmizdə, budaq cümlədə mübtəda xəbər var. Burada biz budaq cümləni necə ayıracağıq? Bax, bura qədər budaq cümlədir bu hissə. Bağlayıcıdan bura qədər budaq cümlədir. Digər tərəf demən is my uncle, bu isə baş cümlədir. Baxırıq ki, əgər bu who-nun yerində 3 nöqtə olduğunu düşünək. Əgər cümlədə əvəzləyəcəyimiz sözdən sonra 3 nöqtə gəlib və 3 nöqtədən sonra xəbər varsa, birbaşa cümləmizin xəbəri varsa, o zaman nə edirik? Ora mübtəda qoymalıyıq və canlıdır deyə who və that ikisindən birini istifadə etdik. İkinci cümləyə baxırıq. Whom-un yerində boşluq olduğunu düşünək. Burada boşluq var, fikirləşək. Əgər boşluqdan sonra mübtəda və xəbər istifadə olunubsa, boşluqdan sonra mübtəda və xəbərimiz varsa cümlədə, bu o deməkdir ki, biz bura artıq mübtəda deyil, tamamlıq qoymalıyıq. Bilirik ki, whom, kimi, kimə deyə tərcümə olunur və tamamlıq olaraq istifadə etməliyik. Yenə də zətdə əvəzləyici ola bilər. Və sonuncu cümləyə baxırıq. Boşluqdan who's-un yerində boşluq olduğunu düşünürük. Boşluqdan sonra ismimiz var. Və əvvəldə də bir isim. İki ismin arasında gəlibsə, o zaman whose istifadə eləyəcəyik. Tərcümələrine də bax. The man who is standing over there is my uncle. Kişi, kim ki orada dayanıb, mənim əmimdir. Hansı kişi? Orada dayanan kişidən söhbət gedir. Bu əslində belədir. Orada dayanan kişi mənim əmimdir. Bu qayda tərcümə olmalıdır. Sadəcə mən siz başa düşəsiniz deyə bu formada tərcümə verirəm. Demən, whom we saw last night is a popular actor. Bu da night-ə qədər budaq cümlədir. Whom-dan night-ə qədər budaq cümlədir. Kişi, kimi ki biz keçən gecə gördük, o məşhur aktyordur. Burada bir şey yadda saxlayın ki, whom-un yerində who da istifadə oluna bilər. Çünki bilirik ki, who da tamamlıq kimi istifadə oluna bilər. Amma bizim cavab variantlarımızda whom da varsa, who da varsa, o zaman biz whom, yəni sonunda m olan variantı götürəcəyik. Çünki ən doğrusu budur. İkinci bir şey yadda saxlayırıq buna aid. Burada biz bağlayıcını ümumiyyətlə istifadə etməyə də bilərik. The man we saw last night deyə bilərik. Amma birinci cümlədə who-nu biz buradan çıxarda bilmərik. Çünki who-nu çıxartmış olsaq, bizim cümləmiz belə deyək, mübtədasız qalacaq. Mübtədasız bir cümlə olmayacağına görə who əgər mübtəda yerindədirsə bunu çıxarda bilmərik. Amma tamamlıq yerində olarkən biz bağlayıcını istifadə etməyə bilərik. Üçüncü cümlənin tərcüməsinə baxaq. The man whose house damaged in earthquake is a doctor. Kişi, kimin ki evi zəlzələdə zədələndi, həkimdir. Bunu doğru tərcümə edək. Evi zəlzələdə zədələnən kişi həkimdir. Bu qaydada istifadə olunur. Demək, nəyə yadımızda saxlayırıq üçüncüyə aid? İki ismin arasında görürüksə, burada bir isim, yanında digər isim varsa, o zaman whose istifadə edirik. İsim dedikdə unutmayın. Burada the house olsaydı,
whose istifadə edə bilmərik. Whose-la isim birbaşa yanaşı gəlib birləşməlidir. Aralarında heç bir şey dayanmamalıdır. Yəni söz önü olsun, hər hansı bir artikel olsun, olmamalıdır. Birbaşa isimlər birləşib dayanıbsa, o zaman whose istifadə edirik. Which-la olan cümlələrimizə baxırıq. The house, which dedik ki, cansızlara aiddir. The house, birinci cümləmizdə baxırıq. Which was built on the hill. Deməli, burada da budaq cümləni ayıraq. Bu hissə budaq cümlədir. Is very attractive. Bu isə baş cümlədir. Birinci cümləmizdə baxırıq. Nə? Birbaşa xəbər gəlir. Which-la olan, yəni cansız olanda, əgər burada əvəzləyəcəyimiz isim cansızdırsa heç bir şey fərq eləmir. Özündən sonra mübtəda xəbər də gəlmiş olsa, birbaşa xəbər də gəlmiş olsa, fərq eləmədən which və z bağlayıcı olaraq istifadə oluna bilər. Bu fərq canlı. Əgər burada əvəzləyəcəyimiz şey canlı olardısa, ora aiddir ki, birbaşa xəbər gələndə who qoyuruq, mübtəda xəbər gələndə whom qoyuruq. Amma cansızda belə bir ayrımcılıq yoxdur. Mübtəda xəbər də gəlsə, birbaşa xəbər də gəlsə, which-dən istifadə edirik. Amma whose canlılarda olduğu kimidir. Whose gördüyümüz kimi ortaqdır. Canlı da olsa, cansız da olsa whose istifadə edə bilərik. Yanında birbaşa isim gəlib görürük. Baxın, heç bir arasına bir şey girmədən və söz önü olmadan, artikel olmadan birbaşa isim gəlib. Deməli, iki ismin arasında dayanıb. Bu bir isim, wall, ikinci ismin. İki ismin arasında dayanıbsa, whose istifadə etdik. Tərcümə eləyək. The house which was built on the hill is very attractive. Ev, hansı ki təpənin üzərində tikilib, çox cazibədardır. Təpənin üzərində tikilmiş ev cazibədardır. The house which they built was an old church. Ev, hansını ki onlar almışdılar, alıblar, qədim kilsədir. Onların aldığı ev qədim kilsədir. The house whose wall is pink belongs me. Ev, hansını ki divarı çəhrayıdır, mənə məxsusdur. Divarı çəhrayı olan ev mənə məxsusdur. Bu qaydada tərcümə olunur. Bizim relative pronouns deyəndə ən çox qarşımıza bunlar çıxacaq. Amma ki, biz eyni zamanda where, when, why deyə bunlar da relative pronounslar cərgəsində görə bilərik. Where bilirik ki, hara, harada deməkdir. Əgər orada, baxın, buradakı boşluğun yerinə the ifadəsini yerləşdirə biliriksə, the we stayed, orada biz qaldıq deyə biliriksə, o zaman birinci burada bağlayıcı olaraq where-ni də götürə bilərik. Amma əgər yerləşdirə bilmiriksə, hər zaman bağlayıcımız which olacaq. The hotel where we stayed, bizim qaldıq otel, haradakı biz qaldıq, in which we stayed, haradakı, hansındakı biz qaldıq və ya which we stayed in, yenə də hansındakı biz qaldıq deməkdir. Hər üçü mümkündür. Was on the coast of the sea, dənizin sahilində idi. Dediyimiz kimi, əgər əvəzləyəcəyimiz söz məkan bildirirsə, o zaman biz where-ni, yəni orada deyə bir məna verirsə, o zaman biz where və ya in which istifadə edə bilərik. Görək when-i nə zaman istifadə edirik? Əgər əvəzləyəcəyimiz söz zaman bildirirsə, the, when I saw him, bu cümləmiz, budaq cümləni ayıraq, bura qədərdir. Il, nə zaman ki mən onu gördüm. Mənim onu gördüyüm il, o the best year in my life, mənim həyatımın ən gözəl ili idi. I remember the moment, yenə də buradan bura qədər budaq cümlədir. The moment, mən xatırlayaram o anı, hansını. When I first met my best friend, mənim ən yaxşı dostumla görüşdüyüm. Nə zaman ki mən ən yaxşı dostumla görüşmüşdüm. When. I clearly remember the date. The date, tarixi. Hansı tarixi? When və ya on which I left the UK for Canada. Mən yaxşı aydın şəkildə xatırlayıram o tarixi. Hansını? Nə zaman ki, hansındakı mən Kanadanı tərk etmişdim. Yenə də on which və ya when ilə istifadə edə bilərik. Bəs why nə zaman istifadə edə bilərik? Önündə the reason, səbəb sözü dayanırsa. Nobody knows the reason. Heç kim bilmir səbəbini. Niyə he said such rude words in public? Heç kim bilmir səbəbini ki, niyə o ictimaiyyətdə belə kobud sözlər dedi. Bu qaydada bunları yadımızda saxlayırıq. Deməli, geri qayıdıb baxsaq əgər dedik ki,
canlılara aiddirsə, who, whom, whose istifadə edirik. Deməli, önündə əvəzləyəcəyimiz söz canlıdırsa, boşluqdan sonraya baxırıq. Birbaşa xəbər gəlibsə, who və z istifadə eləyəcəyik. Birbaşa xəbər deyil. Birbaşa xəbər deyil yanında mübtəda xəbər gəlibsə, whom və z istifadə eləyəcəyik. Yanında birbaşa isim gəlibsə, o zaman whose istifadə eləyəcəyik. Bu canlılara aid idi. Sonra gəldik cansızlara aid, which aid olana diqqət eləyirik. Which aid olanda dedik ki, birbaşa yanında xəbər də gəlsə, mübtəda xəbər də gəlsə fərq eləmədən which və z-dən istifadə eləyə bilərik. Birbaşa yanında isim gəlsə, iki ismin arasında dayanıbsa, whose'dan istifadə eləyəcəyik. Əgər əvəzləyəcəyimiz söz məkan bildirəcəksə, where, in which və ya which in bu qaydada istifadə eləyə bilərik. Əgər əvəzləyəcəyimiz söz zaman bildirəcəksə, the year, the moment, the date, nə zaman ki deyə buna sual verə biliriksə, o zaman bağlayıcı olaraq when'dən istifadə eləyə bilərik. Və ən son olaraq, əgər boşluğun önündə, bu why-ın yerindəki boşluğun önündə reason sözü varsa, o zaman why sözünü istifadə etməliyik.